Axşamınız xeyir xanımlar, necəsiniz? Doğrudan da bu krem haqqında deməsəm olmazdı. Bəli, görürsünüz siz də çox sıxdınız kremi. O qədər çoxdur. Çünki öyrəşmişik axı biz çoxlu nəyinsə çıxılsın, ya şampun olsun, lazım olmayandan artığını istifadə edirik ki, çoxlu köpürsün, neynəsin. Bu Greenleaf məhsullarının hər birinə aiddir. Nöqtə, yəni damcısı bəs eləyir. İstər qabyon, istər paraşok, istər şampun, istər kremləri doğrudan da yəni bir nöqtə, adi mən kollagen krem istifadə edirəm üzümə. Yəni bir damcısı bəs eləyir də. Yəni necə deyim, həm də ekonomikdir belə deyim, qatıdır çünki. Bu əl kreminin ən çox qoxusu xoşuma gəlir. O qədər təbiidir ki, məsələn bizdə bilirsiniz indi hamı həssas olub hər bir qoxuya qarşı. Əvvəllər kiminə gəldi ətir vururdu, bir ətri bütün ailə işlədirdi. Ancaq indi bilirsiniz elə şəxsən mən özüm bir ətri yarıya kimi işlədirəm, yarıdan onu işlədə bilmirəm. Heç vaxt çünki artıq məni boğur. İndi allergiyadır da, hər kəs də bilirsiniz. Əvvəllər heç allergiya sözü yox idi. Bu əl kremlərinin adi məsələn mən Faberlikin əl kremini açan kimi meyvə qoxusu vurur da, kəskin iylər vurur. Amma burada kəskin iyi yoxdur. Adi Ariflemin özündə olsun, kokoslu əl kremi məsələn mən kimə satmışamsa qaytarır üstümə ki, bu nədir? Kəskin qoxu. Burada təbii, incə, dərinlikdə təbii aloe qoxusu gəlir. Bu nə deməkdir? Yəni həqiqətən də bunun içində aloedən başqa bir şey yoxdur. Bu o deməkdir. Həm yumşaldır, həm qəşəngdir, həm qiyməti münasibdir. Bir də nə deyəcəydim sizə? Doğrudan da yəni yuxu pəçləri var, ayaq üçün plastırlar. Onu mən iş yoldaşıma vermişdim. Yoxlasın, yoxladı. Yoldaşının ayağında dəmir var. Yəni yol qəzasında ayağında problem olub, dəmir qoyublar, mil. O ağrıdan yata bilmirdi də. Təsəvvür edin, ayağının altına yapışdırıb həm qəşəng yatıb, həm də səhər deyir ki, ayağımın sudurğaları tutmadı. Təsəvvür edin o xanım sırf o ayaq pəçlərinə görə qeydiyyat olacaq. İşləmək istəmir, onlayn iş istəmir, deyir ki, istəmir. Bu insan məcbur deməli ki, gəl burada işlə. Amma qeydiyyat olub, evin ehtiyacını bir dənə şampun götürmüşdü, bir də o pəçlərdən ikisini vermişdim ayağı üçün, yoldaş üçün. Dedim bax belə 10 manatdır, belə 20 manatdır, qeydiyyat olsan, gəl olmaya başa saldım da. Çünki bir iş yoldaşımdır. Sonra deyər ki, niyə yalan danışdın filan. Nə var onu dedim. Dedim 10 manatı mən vermişəm cibimdən. Ancaq o manatını mənim vauçerimdən çıxır. Gəl qeydiyyat ol, bunu daimi olaraq sən 10 manata götürəcəksən. Yəni bu insan bir dənə paçaya görə gəlir, qeydiyyat olur. Siz də belə eləyə bilərsiniz. Xırda addımlar böyük evlər inşa edəcək. Heç vaxt böyük addım atmayın. Böyük nəsə bir xariqə, bir möcüzə gözləməyin. Hər gün kiçik addımlarla arzularınıza yaxınlaşın.